Anatomik olaraq modern insanların ya da Homo sapienslərinin təxminən 150 min il öncə Afrikada ortaya çıxışından bu yana insan oğlunun təməl içkisi su idi dedik. Ancaq ovcu toplayıcı həyatdan oturaq həyata keçidlə bərabər yeni içki ilə tanışırlar. Hansı ki, bu içkinin hazırlanışında yetişdirilən ilk taxıllar olan arpa və buğdanı istifadə edilirdi. Bu içki zamanla get-gedə sosial, dini və iqtisadi həyatın mərkəzi halına gəlir. İlk sivilizasiyaların dəyişməz içkisi halına gəlir pivə. İlk pivənin tam olaraq nə zaman üretildiyi bilinmir. Amma tam olaraq bilinən bir şey də var ki, miladdan öncə 10 min ildən öncə pivəyə rast gəlinməmişdir. Digər bir bildiyimiz şey də pivənin miladdan öncə eramızdan əvvəl 4000 ildə yaxın şərqdə yaygın olduğudur. Bu tarixə aid bir Mesopotamiya şəkli yazısında böyük bir küpdən qamışlarla pivə içən iki fiqur rəsm edilir. Antik pivələrin içində taxıl dənələri, qabıqları kimi qatı maddələr olur. Bunu da udmamaq üçün əlbəttə qamışdan içilmək hardasa, qamış vasitəsilə içilmək hardasa qaçınılmaz idi. İlk yazılı nümunələri miladdan öncə təxminən 3400-cü illərə qədər bu ərəfələrə tarixləndirildiyi üçün yazılı mənbələr, ilk yazılı mənbələr pivənin tarixini əlbəttə ki, tam olaraq aydınlatmır. Amma bununla bərabər pivənin meydana çıxmasının taxılın evcilləşdirilməsi ilə və əkinçiliyin mənimsənməsi ilə əlaqəli olmağı da açıqdır. Pivənin kökəni birbaşa sivilizasiyanın kökəni ilə iç-içədir. Pivə icad edilmədi. Bunu diqqətə almaq lazımdır. Kəşf edildi. Bərəkətli hilal olaraq bilinən, bugünkü Misirdən Aralıq dənizi sahilləri boyunca, yəni Aralıq dənizi sahilləri boyunca, o qədər Akdeniz demişəm, ağlım qarışır. Aralıq dənizi sahilləri boyunca Türkiyənin cənub-şərqinə və oradan da İran ilə İraq arasındakı sərhəd boyunca uzanan bölgədə, yəni hilal, bərəkətli hilalda son buzul çağından sonra miladdan öncə 10 mininci il civarında yabani taxıl toplama işi yaygınlaşdıqca pivənin kəşf edilməsi də qaçınılmaz